Salam əziz şagirdlər. İndi də Elməttin Tağıyevdən adi onluq kəsrlərin çalışmalarının 32-sindən başlayacağıq izah eləməyə. Yuvarlaqlaşdırma haqqında biz danışmışdıq. Deməli 0, 1, 2, 3 və 4 ədədləri özündən qabaqçı ədədə heç bir vahid vermirdi. Amma 5, 6, 7, 8 və 9 rəqəmləri isə özündən qabaqçı ədədə bir vahid verib onu artırırdı. İndi burada bizdən nə istəyir? Deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdır. Baxıram, təklik, onluq və yüzlük. Yüzlük budur, bax. Altından xətt çəkdiyim ədəd özündən arxasındakı ədədlərə baxır. Görək bu artıran ədədlər sırasındadır, yoxsa yox. Baxırıq, bəli. 5, 6, 7, 8 və 9 olarsa bir vahid artıracaq. Onda bu olacaq, qabağındakı ədədlə işim yoxdur. Bax, 5 bir vahid içini artıracaq, 3 eləyəcək. Və altından xətt çəkdiyim ədədin arxasındakılar da özlərini sıfıra çevirirlər. Yəni cavab olacaq 1300. Eynisi burada da keçərlidir. Birinci yüzlüyü istəyir deyə yüzlüyü tapacağam. Təklik, onluq, yüzlük. 4 yüzlüklər sırasındadır. Yenə 4 özündən arxasındakı ədəddən soruşur. Görək hələ bu bir vahid artıran ədədlər sırasındadır. Bəli, gördüyünüz kimi yenə də artıran ədədlər sırasında olduğuna görə bu da bir vahid artacaq. Yəni qabağındakı yenə ədədlə işim yoxdur. Altından xətt çəkdiyim ədəd bir vahid artdı oldu 5. Digərləri yenə də sıfıra çevriləcək. O birləri də bu şəkildə yazılacaq. Gəldik minliklərə qədər. Eyni qaydadır. Axtarıram təklik, onluq, yüzlük, minlik. Deməli 1000 budur. 1000 bu olduğuna görə arxasındakı ədəd baxırıq. Gördünüz, özündən qabaqçına bir vahid verməyən ədədlərdir bunlar. Gördüyünüz kimi 4 onda bir vahid verməyəcək. Qabağındakı ədəd yenə qaldı. Vermədiyinə görə özü qalacaq, amma yenə də arxasındakı ədədlərin hamısı, yəni xətt çəkdiyimin arxasında neçə dənə ədəd varsa, hamısı sıfıra çevriləcək. Təklik qaydası da demişdik ki, vergilin qabağındakı ədəddir. Təklik ilk ədəd. Yenə də soruşur, bax 7, 3-dən soruşur. Gördük, yenə də verməyən ədədlər sırasındadır. Yəni heç bir vahid artmayacaq. 7 olduğu kimi qalır. Və arxasındakılar sıfıra çevrilir. Və biz də demişdik ki, verginin arxasında sıfır olarsa, biz onları nəzərə almırıq. Ona görə cavab 7 olacaq burada da. Eyni qaydada da o birlərdir. Bir də demişdik onda birlər. Onda birlər demişdik ki, da birlər, də birlər demişdik, vergülün arxasında olanlardan söhbət gedir. Belə də yadda saxlamaq olar. Onda dediyinə görə, onun arxasında 1-0 olduğuna görə deməli birinci ədəddən, yəni verginin arxasındakı birinci ədəddən söhbət gedir. Yenə 5 bir vahid verən ədədlər sırasında olduğuna görə 2 bir vahid artacaq, amma qabağında olan ədədlər dəyişməyəcək. Olduğu kimi qalacaq. Yəni bu olacaq 3. Bunlarda da yenə 0 olacaq. Əsasən bu sıfırları yazmasınız daha faydalıdır. Yüzdə birlər də eyni bu qaydada keçiriləcək. %1 də dedik ki, 100-ün arxasında 2 dənə 0 var. D1 olduğuna görə vergülün arxasından söhbət gedir. Yəni burada da ikinci ədəddən 3, 2-dən soruşacaq. Verməyən ədədlər sırasında olduğuna görə, yəni bir vahid verməyəcək, ona görə olduğu kimi qalacaq. 2 də 0-a çevrilir və bu 0-ı da mən görmürəm. 2-dən %43 kimi oxuyuram. Gəldik 33-cü çalışmaya. Yadca gəlirsə biz 33-cü qaydasına görə 5 dənə qayda izah vermişdik. Birinci qaydası nə idi? Məxrəcləri eyni olarsa, surəti böyük olan böyükdür. Bax, kifayətdir burada. Bunu bilmək. Məxrəcləri eynidirsə, surəti böyük olan böyük olur. Hamısı elə qayda ilə gedir. Məsələn, burada 6-da fərqlidir. Surətləri eyni olanda isə biz tərsə danışmışdıq. Əgər surətlər eynidirsə, məxrəci kiçik olan böyük olur. Yəni tərsəsinə düşünülürdü burada. Çünki bir var 20 manatı 10 nəfər, 15 nəfər arasında bölüşəsən, bir var 20 manatı 30 nəfər arasında bölüşəsən. Təbii ki, nə qədər az adamla bölüşsən, o qədər pul çox düşmüş olacaq. Gəldik kəsirlərin, yəni 34-cü qaydaya. Bunun üçün bir dənə də qayda demişdik ki, sizə çarpaz vurmaq mənim işimə yarayır. Məsələn, bu 4-ü gedib 2-yə vuracağam, eləyəcək 8. Bunu da məxrəcini götürüb bu tərəfə vursam eləyəcək 3. 8 böyüdür, sən deyəcəksən ki, 8 böyüdür, təbii ki, doğrudur, 8 tərəfə götürəcək. Burada da eynən belə eləyəcəm. 3-ü 3-ə vuranda eləyəcək 9, 5-i 4-ə vuranda eləyəcək 20. Baxay görək, hansı böyüdür? Təbii ki, 20 böyüdür deyə.
Bu şəkildə yazılır. Çarpı şəkildə vurmaq da bunun ən qəşəng metodlarından biridir. Gəldik 305-ə. 305 daha doğrusu 35-ə. Gəldik 35-də bax birinci əgər ixtisar varsa, bax yenə deyirəm, əgər varsa biz bunları ixtisar aparaq. Hər ikisi rəqəmlərinin cəminə görə gördüm ki 3-ə gedir. 3-ə gedir 9 dəfə, 3-ə gedir 35 dəfə. İndi bu 35, 9-da 35-i qarşı ədədə çevirəcəm. Qarşı ədədə çevirəndə bu tərəfdə yazın birincisi. 9-da 35-i qarşı ədədə çevirəndə necə çevirirdik? Deyirdik ki, 35-in içində 9 3 dəfə elədi 27. Məxrəc dəyişmir. 27. Amma burada 8 dənə artıq qaldı. Çünki qalıq qaldı da belə deyək. Onda bu olur onun tam hissəsi. Yəni qabağında biz elə oxuyanda da buna tam demirik. Bu olur onun tam hissəsi. Kəsr olan hissəsi də, kəsr olan da elə olur kəsr hissəsi. İşte bundan ibarətdir. Məsələn, burada baxaq, tutaq ki, yenə rəqəmlərinin cəminə baxıram. Topladım, gördüm. Amma buradan 11-in qaydasına görə görüm elə bölünəcək, yoxsa yox. Belə görürəm bölünmür. Yaxşı onda. Biz 167-nin içində neçə dənə 33 var, ona baxarıq. Tutaq ki, desəm 5 dənə var. Vurun 5-ə elə görək. 165 eləyəcək. 5 tam 33-lə işim yoxdur. 165 eləyəcək. Amma 2 dənə artıq qalacaq. Çünki 167-dir axı. Yenə deyirəm, 5-i 33-ə vurdum. 165 elədi. Amma 2 dənə artıq qaldığına görə, oldu 33-də 2, yəni qalıq 2 olduğuna görə yazdım. Yenə də bu bunun olacaqdı tam hissəsi. Bu tərəfdə qalan isə olacaqdı bunun kəsir hissəsi. Eyniləri digərlərində də keçərlidir. İndi baxaq, 96 ilə 12 elə 12-yə tam-tamına bölünür. 12-yə bölünür, 12-yə gedir bir dəfə, 8 dəfə. Burada 8 qaldı. Amma tam hissə nə oldu? 0, burada da deyək 12. Yəni bunun kəsr hissəsi yoxdur. Yəni 0-dır kəsr hissəsi. Amma tam hissəsi isə 8-in özüdür. Yəni tam hissə 8-dir, kəsr hissəyə 0 deyəcəm. Burada da məsələn 53-ü 10, 52-ni 13-ə böləndə 4 eləyib. Yəni bunun tam hissəsi tam bölündü yaxı. 4'dür, amma kəsr hissəsi olmadığına görə kəsr hissəsinə 0 deyilir. Gəldik 36-cı çalışmaya. Burada gördüyünüz kimi hamısı 24-də 25, 50-də bunlar hamı düzgün olmayan kəsirdir. Birinci biz bunları neyniyək? Qarışıq ədədə çevirək. Onda olacaq. O birincisini burada nömrəliyim yazım. Adı olacaq. 25-in içində 24 bir dəfə qalıq qaldı. 24-də 1 qalıq qaldı. Və də 51-in içində 50 bir dəfə qaldı 50-də 1. C-də 33-ün içində 32 yenə bir dəfə məxrəc dəyişmir, yenə qaldı 1. Tamları fikir verdiksə eynidir. Ona görə də bunları heç müqayisə eləməyə ehtiyac yoxdur. Hə, birdən tamı böyük olsaydı, bunlardan fərqli olsaydı, təbii ki, böyük olanı böyük götürəcəkdim. Tamları eyni olduğuna görə buradan heç biri müqayisə eləmir. Sonra biz qayda keçmişdik kəsirlərin xassələrinə görə. Demişdik ki, surətləri eyni olanda məxrəci kiçik olan böyük olur. İşi tərsə danışırdıq burada. Surətlər əgər eynidirsə, məxrəci kiçik olan böyük olur. Onda deməli burada ən böyüyü A-dır. Sonra gördüyünüz kimi 32 yəni C-dir. Sonra da yəni BCA şəklində göstərilir. Məsələn, baxın bura, burada, baba 5-in qaydasında. Bir dənə də belə qayda demişdik. Bundan bunu çıxanda eləyir 1. 8-dən 7-ni çıxanda eləyir 1. 13-dən 12-ni çıxanda yenə də elədi 1. Sonra biz demişdik ki, bu qayda içində, əgər məxrəcdən surətləri çıxanda fərqlər hamısı bərabər olarsa, böyük ədəddən ibarət olan böyük olur. Yəni gördüyünüz kimi 13, 12 böyükdür. Bunda deməli, buradan C ən böyükdür. 5-ci də yazılmışdı. C burada ən böyükdür. Sonra 8 ilə 7 böyükdür. Sonra onda olacaq B böyükdür deyərəm. Ən kiçiyi də adır. Qaydamız belədir. Məsələn, burada da yenə 58-də 28. Bunlara istəsiniz ixtisar da apara bilərsiniz. Heç ixtisar aparmadan da baxın, bəlkə surətləri eyni olacaq. Sizin üçün daha rahat olacaq. Məsələn, 58-in içində 28 2 dəfədir. Qoy 8-i də burada yazım. 58-in içində 28 2 dəfədə 56 eləyir, 2 qalıq qalacaq. 2 tam 28-də deyək 2. Gəldim belə yazmağa. 68-in içində 33 yenə 2 dəfədir. Məxrəclə işim yoxdur. 66 eləyir 2-yə vuranda. Deməli, yenə 2 qalıq qaldı.
C-sində də 30-un içində 14 yenə 2 dəfədir. Gördünüz, tamları eyni çıxır. 14 ilə işim yoxdur. Burada görə qalıq nə qalır? Yenə də 2 qalır. 28 eləyir, yenə də 2 qalır. Tamları eynidirsə, heç müqayisə eləməyə dəyməz. Çünki demişdik, əgər eyni olmazsa, biri böyük olarsa, təbii ki, böyük olan böyük olacaq da. Oradan daha rahat olardı. Surətləri eyni olanda, demişdik, məxrəcə kiçik olan ən böyüdür. Deməli, ən böyüyü C-dir, sonra 28, yəni A-dır, ən sonda da digərləri də bu şəkildə yazılacaq. Gəldik 37-yə. Yəni bu şəkildə deməyim də, yəni qayda müxtəsər müqayisə qaydasına əsasən yazılacaq. Gəldik 37-də. Ən kiçiyini tapmaq üçün, bax, məxrəclər üçün hamısı üçün əçov tapacağıq. 12, 4, 3, 6. Bunların içində ən böyüyü 12-dir. 12 4-ə də bölünür, 3-ə də bölünür, 6. Deməli, bunların əçovu belə 12-nin özü olacaq. Hamısının məxrəcinə 12-ni yazacağıq. 12-ni yazıq. Bax, indi birinciyə baxın. 12-ni 12-yə böləndə 1, üstündəkini də 1-ə vurdum, elədi 1. 12-ni 4-ə böləndə elədi 3, üstündəkini də 3-ə vuracağam, eləyəcək 6. 12-ni 3-ə böləndə eləyir 4, deməli üstündəkini 4-ə vuracağam, elədi 60. 12-ni 6-ya böləcəm, eləyəcək 2, üstündəkini də 2-yə vuracam, eləyəcək 8. İndi baxar, deyir ən kiçiyim də var. Məxrəcləri eynidir də, heç bunlara baxmayacağım. Ən kiçiyi hansı olacaq? Təbii ki, 12-də 1. Yəni müqayisə üçün baxmayacağam, lazım olanda götürürəm 12-də 1. Yenə də eynən bu qaydadır. 8, 9, 6, 3 sinə ki, belə 18-in özüdür. 18, 9, 6, 3 sinə ki, elə 18-in özüdür. Yenə məxrəcləri hamısını 18 yazacağım, çünki bunların əçobu 18-dir. 18-i 18-ə böləcəyim birinciyə görə. 1 eləyəcək, vurdum elə 1 yazdım bura. 18-i 9-a böləcəyim, 2 eləyəcək, deməli üstündəki 2-yə vuracağım, elədi 4. 18-i 6-ya böləcəyim, elədi 3, üstündəkini də 3-ə vurmalıyım, elədi 15. 18-i 3-ə böləcəyim, eləyəcək 6, deməli üstündəkini də 6-ya vurmalıyım. 2 dənə 6, 12. Baxıram, bu 15-dir. 18-ə. Ən böyüyü, bax, məxrəcləri eynidir, sürəti böyük olan böyük olur. Deməli, ən böyüyü 18-də 15, yəni hansı ədəddə alınmışdı? Bunda, yəni 6-da 5. Bunu sadəcə görməkdən ötürü elədim. Mənə lazım olan budur, 6-da 5-dir. Ən böyük. Digərləri də bu şəkildə yazılacaq. Gəldik, saf dövrü onluq kəsir, qarışıq dövrü onluq kəsir hansıdır? Saf dövrü onluq kəsir üçün demişdik ki, vergül və mötərizənin arasında heç bir ədəd olmamalıdır. Görürsünüz, bu safdır. Bu safdır. Gəldik, vergül və mötərizənin arasında ədəd var. Gördünüz, ilişib qalıb burada bir dənə. Onda bu qarışıqdır. Yenə də vergüllə mötərizənin arasında ədəd ilişib qalıb, onda bu da qarışıq sayılır. Digərləri də bu şəkildədir. Çünki mən elə bilirəm, bunlar sizin üçün asan olacaq, yazacaqsınız. Gəldik 39-un birincisinə. Bu qaydası belədir. 2-ni 1-ə vurub üstündəkini çıxırıb. 2-ni 1-ə vuranda 2, 2-dən də 1-i çıxsam eləyəcək 1. Ancaq məxrəc dəyişmir. Vurulsun. 3-ü 1-ə vuracağım, eləyəcək 3. 3-dən 1 çıxacağım, burada eləyəcək 2 bölünsün 3. 4-ü 1-ə vurub 4 eləyəcək, 4-dən 1 çıxanda eləyəcək 4-də 3. 5-i 1-ə vurub çıxsam üstündəki, bu da eləyəcək 5-də, yəni burada 5 elədi yenə də, 5-dən 1-i çıxacam 4. Bax, fikir verin, burada, bax, bununla bu gedir ixtisar, bununla bu gedir ixtisar, bununla bu gedir. Yəni, nə qaldı yerdə? Birincinin surəti, sonuncunun məxrəci qaldı. Onda cavab edir 5-də 1. Baxın, indi mən bu 2-ni bir də bu şəkildə yazmayacağam. Mən qaydaya olaraq bilirəm ki, birincinin surəti mənə lazımdır. Sonuncunda məxrəc. Gəldim. Sonuncuya baxıram. Məxrəci nədir? 7. Deməli, burada 7 olacaq. Birincinin surətini tapmaq üçün bunu buna vurub 4 eləyir. 4-dən də 1 çıxanda 3 eləyəcək. Hazırdır. Yəni, bir də özümü digərləri ilə yormayacağım. Yəni, bilirsiniz də, ixtisar getdiyinə görə. Çıxmada gördünüz, aydın oldu. Məsələn, bunu da siz biləcəksiniz. Birincinin surəti, sonuncunun məxrəci. Sonuncunun məxrəci yenə 9-dur, yazdım bura. Birincinin surətini tapmaq istəyirəm. 6-nı 1-ə vuracağım. 6, 6-dan 1-i çıxanda eləyəcək 5. 9-da 5.
Məsələn, 20-də nöqtələr var, sizi çaşdırır. Heç bu bunların içində yəni 5-də 1 yazılıb, ha, bir tam heç. Yəni burada var 1 çıxılsın 6-da 1, 1 çıxılsın 7-də 1, 1 çıxıl ta ki 20-də 1-ə qədər var burada, amma yazılmır. Yəni bu qədəsə. Çünki bizə heç onsuz lazım da deyil. Yenə də deyirəm, birincinin surəti, sonuncunun məxrəci lazımdır. Məxrəcimiz 20-dir. 1-i 3-ə vuracağam 3, 3-dən 1 çıxanda 2. İxtisar getsələr olacaq 10-da 1. Yəni cavab eləyəcək 10-da 1. Yəni uzun yazmağa heç ehtiyac yoxdur. Gəldik bəs toplamada necədir? Toplamada bir dənə balaca burada göstərirəm sizə ki, bu da sizə aydın olsun. Görürsüz burada toplamalarda nöqtələr qoyublar. Məsələn mənə versin 1-in üstünə gəl 2-də 1. 1-in üstünə gəl 3-də 1. Bir də 1-in üstünə gəl 4-də 1. Məncə kifayət eləyir burada. Bunun izahım sizə aydın olsun. 2-ni 1-ə vurub üstünə gəlsəm, burada toplamadır. Burada 2-ni 1-ə vuranda 2, üstünə də 1 gəlsəm, eləyəcək 3. Məxrəc qaldı yerində. 3-ü 1-ə vurub üstünə gəlsəm, məxrəc qaldı yerində. 3-ü 1-ə vuranda 3, üstünə gəlsəm, eləyəcək 4. Vurulsun. 4-ü 1-ə vurub üstünə gəlsəm, eləyəcək burada 5. Məxrəcdə də nə olacaq? Elə 4-ün özü. Burada fikir verin, tərsəsini olur. Görsən, belə gedir. Yəni, birincinin, burada toplamada, birincinin məxrəci sonuncunun surəti qalmış olacaq. İndi baxın, bizə birincinin məxrəci lazımdır. Baxın bura, birincinin məxrəci 2-dir. Ona görə məxrəcdə burada 2-ni yazacağım. Və sonuncunun surəti nədir? Bunu buna vururuq, 50 eləyəcək. Üstünə də 1 gəlsəm, eləyəcək 51. Hazırdır. Yəni, bir də bunu gedib bir-bir yazmağa ehtiyac yoxdur. Bunu qarşı qədər də çevirsiniz, daha faydalı olacaq. Digəri də bu şəkildə olmuş olacaq. Gəldik. Gördüyünüz kimi bir toplama, bir çıxma, bir toplama, bir çıxma. Bir dənə belə göstərim sizə. Məsələn, burada yazım qoy. Bir toplama yazayım. Məsələn, bir üstə gəlinsin. 3-də 1. Birinci toplama yazdım. Sonra bir dənə çıxma yazacağım. 3-də 1 eləyək, indi 4-də 1 olsun. Baxın, 3-ü 1-ə vurub üstünə gəlsəm, eləyəcək 3-də 4. 4-ü 1-ə vurub çıxsam, məxrəc qaldı. 4-ü 1-ə vuranda 4, 4-dən də 1 çıxanda 3. Baxın, toplama ilə çıxma bir-birlərin tam-tamına ixtisar aparır. Yəni, cavab eləyir 1. Amma yerlərin dəyişimidir. Tutaq ki, 1 çıxılsın, 3-də 1, birinci çıxma gəlsin. Üstə gəlmə, sonra çıxma gələndə gördüyünüz kimi yoxa çıxdı, cavab 1 qaldı. İndi yerlərini dəyişsəm, 1 üstə gəlinsin, 4-də 1-dirsə, 3-ü 1-ə vurub çıxsam, eləyəcək 3-də 2. 4-ü 1-ə vurub üstünə gəlsəm, eləyəcək 4-də 5. Başqa, düzdür, 2 ilə 4 ixtisar gedir. Amma gördüyünüz kimi, bunun üstə gəlməsi qabaqda olmadığına görə bu yoxa çıxa bilmədi. Bunun da sonra gələn çıxması olmadığına görə bu da 1-ə bərabər ola bilmədi. Yəni, əgər çıxmanın üstə gəlməsi yoxdursa qalır, toplamanın da əgər sonradan gələn çıxması yoxdursa, o da qala bilər. İndi baxın bura, bax, birinci toplama gəlir, sonra çıxma gəlir. Biz dedik ki, toplama gəlsə, sonra çıxma gəlsə, bunun cavabı 1 eləyəcək. Yəni, getdi, 1 elədi. Toplama gəlib, çıxma gəlib, 1 eləyəcək. Toplama, yəni bunun qabağında toplaması olub ki, sonra çıxması gəlib. O da budur, bunun cavabı 1. Yəni, indi yenə də toplama gəlib, çıxma gəlib, cavabı elədi 1. Toplama gəlib, təbii ki, çıxma gələcək, bu da eləyəcək 1 gedəcək. Çünki vəsairələr var bunun içində. Bax, toplama gəlib, hanı bunun çıxması yoxdur. O zaman cavab bu qalacaq. Yəni, bunun cavabı eləcək 12-də 13, ya da elə belə də deyə bilərdim ki, 1,12-də 1 də yaza bilərdim bunun cavabını. Bu şəkildə göstərilmiş olacaq. Gəldim o 40-a. 40-ın da çox gözəl qaydası var ki, deyir ki, burada bunu uzun izah eləməyəcəm, amma sinifdə uzun izah verəcəm. Nə üçün belə olur ona görə. Birincisi və sonuncusu götürülür. 3-ü vuracağam 11-ə. Yuxarıda da neçə dənə 1 var? 1, 2, 3, 4 dənə. 4-ü də vuracağam 1-ə. Baxa görə ixtisar gedir, xeyr getmədi. Onda cavab eləyəcək 33-də 4. Hazırdır. Bax, eynisi. Məsələn, burada da deyəcək. Birincisi 2. Məxrəcdə yazdım bunu. Sonuncusuna baxıram 7. Vurulsun 7 yazdım bunu. Gəldi neçə dənə 3 var? 1, 2, 3, 4, 5 dənə 3 var. Burada da yazacağım 5 vurulsun 3. İxtisara hökmən baxın. İxtisar var, xeyr yoxdur. Yoxdursa o zaman olduğu kimi qalır 15.
qarışıq ədədi istəsiniz qarışıq ədədə çevirə bilərsiniz. Bəs indi burada gördüyünüz kimi e, vurma şəklində deyil. Onda mən bunu görməliyəm. Burada bir dənə də belə bir şeyə fikir verərsiniz ki, bax, 2 vahid artıb, 2 vahid artıb, 2 vahid artıb, 2 vahid artıb. Özdə biri bir tayı həmişə o birisində olmalı. Bax, görsən 5 burdadır, 7-nin bir tayı o birisi kəsir, 9-un bir tayı. Bax, eynisi indi mən burada quraşdıracağım. Yaratmalıyam. Bax, nəyə vuranda 6 eləyir? 2-ni 3-ə vuranda. Hökməndir. 3-ün bir tayı bax, bu 12-nin içində olmalı. 3 vur 4. Ha. Baxıram görürəm. Bunların arasındakı 3-dən 2 çıxanda 1, hə, burada da 1 elədi. 4 burada olmalıdır. 4-ü nəyə vuranda? 5-ə vuranda. Bax, görsən yenə 1 vahid. 5-i nəyə vuranda? 6-ya vuranda. Hökməndir. Gərək bir vahid olsun da qayda pozulmasın. 6 buradadır. Deməli, burada da 7. Hə. Bunu özüm düzəltdim. 30-u, 20-ni, 12-ni özüm düzəltdim bayaqçı qayda kimi. İndi yenə də özü fikir verin ha, yenə də balaca sonra böyük, balaca sonra böyük. Yoxsa sizi çaşdırır, yerlərini səhv salırsınız. Birinci və sonuncunu götürdüm. 2 vurulsun 7. Bir də üstə görüm neçə dənə 2 var? 5 dənə. 5 vur 2 yazacağım burada da. 2'lər ixtisar gedəcək. Cavab eləyəcək 7-də 5 şəklində olmuş olacaq. Gəldik 41-ə. 41-ci çalışmada bunu çevirməni bilirik. 99-da olacaq. O biri elə burada yazır. Onda surətdə 14, məxrəcdə olacaq 99-da 14. Çünki 2 qaçan var idi deyə onu sonra. Surətdə olacaq 2, məxrəcdə olacaq isə 9-da 2. Bunun bir dənə də belə gözəl qaydası var ki, surət olduğu kimi qalır, məxrəc tərsəsinə yazılır. 99-da 14 deyək, yazacağım. 14-də 99. Sıxılsın. Yenə də surət olduğu kimi qalır, məxrəc yenə tərsəsinə yazılır. 9-da 2 deyək, olur 2-də 9. 14 ilə 14 getdi, burada qaldı 99. Çünki birinci vurma əməli yerinə yetirilməlidir ona görə. Burada da vurma əməli birinci yerinə. 2 ilə 2 getdi, qaldı burada 9. 99-dan da 9 çıxanda cavab eləyir 90. Yəni bu şəkildə yazdım. Onun cavabı hazır olmuş olacaq. Yəni bunun cavabı elədir 90. Gəldik bu birisinə. Bunları silim ki, hamısında yer saxlayayım təzə. Deməli. Xay buram. Bax, məxrəcə baxın. Vergüldən sonra neçə dənə ədəd var? 2 dənə. Bəs burada 1 dənə. Ona görə bərabər olmalıyıq. Bura bir dənə sıfır atdım. Baxıram vergüldən sonra məxrəcdə neçə dənə var? 3 dənə. Deməli, mən bura 2 dənə atmalıyam ki, bu da 3 dənə olmuş olsun. Məxrəcdən sonra baxıram 2 dənə, deməli, mən bura bir dənə sıfır atacağım ki, yenə də eyni olsun. Baxın, burada 0,30 deyil. Vergülləri sonra nəzərə almıram. Çünki bərabər saydadır da vergülləri. Arxasındakı vergüllər eynidirsə, burada vergülləri nəzərə almaya bilər. Burada nə qaldı? 30. Çünki 0,30 deyə bir şey yoxdur yaxın. Burada nə qaldı? 0,03. Yəni, bu da 3 deməkdir. Üstə gəlinsin. Burada qaldı 0,500. Yəni, elə bu 500 deməkdir. Aşağıda qaldı 0,05, yəni 5 deməkdir. Çıxma, və burada çıxmadı deyə. Burada qaldı 0,70, yəni 70 deməkdir bu. İkincidir ya. Hə. Aşağıda da qaldı 0,07, yəni 7. İndi 30-u 3-ə böləcəm, eləyəcək 10. 500-ü 5-ə böləcəm, eləyəcək 100. 70-i 7-yə böləcəm, eləyəcək 10. 10 müsbət 10 mənfi getdi, cavab elədi 100. Yəni 100-ün üstünə 110-u gəlsəm, 100-ün üstünə 10-u gəlsəm 110, yenə də 10-u çıxsam, yenə 100 eləyəcək. Baxaq 3-ə. 3-ə baxaq indi buradan. Gəlin surəti ayrı həll eləyək. Birinci surəti həll eləyək. 0-dan 9-da 7-dir yaxı. Elədir. Surəti ayrı həll eləyirəm, məxrəci də ayrı həll eləyəcəm, sonra da bir-birlərinə böləcəm. 9-da 7 çıxılsın 1 deyəcəm. Bax, bu gedir buna vurulacaq. Olacaq. 7 çıxılsın 9, aşağıda məxrəc dəyişmədi. 7-dən də 9 çıxanda bilirsiniz ki, balaca ədəddən böyük çıxanda mənfi verir. Bu olacaq mənfi 9-da 2. Gəldik məxrəcə.
Məxrəc qaydasına görə də, yəni bu da adi bildiyimiz toplama qaydasıdır. 9-u 1-ə vurub üstünə 2-ni gələcək. 9-u 1-ə vuranda 9, üstünə də 2 gəlsən, eləyəcək 11. Məxrəc də hazırdır. Bayaqları qayda dedik axı burada. Dedik ki, surət olduğu kimi yazılacaq. Surəti nə tapmışdım? 3-ün davamıdır ya. 3-ün davamıdır bu gəlir burada. Hə. Surəti nə tapmışdım? Yəni, buranı neçə tapdım? -9-da 2 tapdım. Bəs məxrəci nə tapmışdım? 9-da 11 tapmışdım. Biz dedik ki, surət olduğu kimi qalır. Amma məxrəci tərsəsinə yazacağım. 9-da 11-dir axı. Yazacağım 11-də 9. 9 ilə 9 gedəcək. -11-də 2. Cavab hazır olmuş olacaq. Gəldik buna. Biz yenə bu qaydada 4-də də demişdik ki, qayda olaraq. Qabağında bölmə əməli olanlar tərsə yazılacaq. Bu 8-də 5-in qabağında bölmə yoxdur deyə olduğu kimi qaldı. Qabağında bölmə var. 16-da 4 yoxlayacaq. 4-də 16. Vurulsun. Qabağında bölmə var. 6-da 15 olacaq. 15-də 6. Qabağında bölmə var. Yenə də 2-də 7-dir. Olacaq 7-də 2. İndi ixtisar aparaq. 16 ilə 8 getdi 2 dəfə. Sonra 15 ilə 5 gedər, bir dəfə, bu gedər deyək 3 dəfə. Sonra deyərəm 3 ilə 6 getdi, 2 dəfə, bir dəfə. Sonra bu 2 ilə bu 4 getdi, 2 dəfə. Sonra bu 2 ilə də bu 2-ni aparsam, nə qaldı məxrəcdə? Məxrəcdə baxıram ancaq 7 qaldı, çünki bu da gedib. 7 qalır. Surətə də baxıram hamısı 1-dir, bir dənə bu 2 qalır. Cavab eləyir 7-də 2. Gəldik buna. Burada da bax belədir ya. Birinci bax surəti götürərsiniz ayrı hesablayarsınız. Məxrəci götürərsiniz ayrı hesablayarsınız. Bu qayda kimi məxrəci ayrı, surəti ayrı hesablayandan sonra surəti olduğu kimi yazarsınız, məxrəci tərsə yazarsınız, həll edərsiniz. Bir dənə də buna baxaq. 0,10-3-dür bu. Qaldı. Üstə gəlinsin. Bax. Bu 0, bax belə deyil ha, birdən dövrdə görməyəsiniz. Bu dövrdə deyil. Bu sadəcə 0,3-ün kvadratı. Yəni məxrəcdə olacaq 10, surətdə olacaq 3-ün kvadratı. Üstə gəlinsin. Bu da olacaq 10-da 2-nin kvadratı. Davamını da yazayım. 10-da 3 olduğu kimi qaldı, çünki heç bir kvadratı yoxdur. Kvadrat həm 3-ə, həm də 10-a aiddir. Onda olacaq burada 9, burada olacaq 100. Həm 2-yə kvadrat aiddir, həm də 10-a aiddir. Burada olacaq 4, burada olacaq 100. Orta məxrəcə baxıram. 10, 100, 100. Elə bunların hamısını 100 eləsəm, yəni bu dənə 0 bir dənə də bura 0 oldu. İşimi daha tez görmüş olacaq. 10-da oldu burada. Açdım. Məxrəc oldu 100. Çünki eyni məxrəclərdir. Üstləri də toplayacağım. 39 üstünə də 4 gəlsəm, eləyəcək 43. Yəni bunu istərsiniz belə də yaza bilərsiniz, istərsiniz belə də yaza bilərsiniz. Eyni şeydir. Bunun kimi davam edəcəksiniz. Sonra gəldi 42. Burada da belədir. Baxın. Bunu da qoydum onda. 10-cunu da burada yazdım. 4-ü 2-yə vurub çıxacağam. 4-ü 2-yə vurub çıxacağam biri. 4-ü 2-yə vuranda 8, 8-dən 1 çıxdım. Elədi 7, yazdım. Burada 4-ü 2-yə vurub üstünə 1-i gələcəm. Onda bu nə olacaq? 4-də 8 üstə 1, 9. Məxrəcdir axı. Məxrəci tərsə yazıram. 4-də 9 deyək, yazdım burada 9. Bölmə əməli ilə hələ işim yoxdur. Bunu da mötərizəyə aldım, mənim seçdiyimiz. Gəldim digərinə. 2-ni 2-yə vurub 1-i çıxsam, eləyəcək 2-dən 4, 4-dən 1 çıxanda vurulsun. 2-ni 2-yə vurub üstünə gəlsəm, eləyəcək 2-də 5. Yenə məxrəcdə yaxın, tərsə yazılacaq. 5-də 2. İndi burada 4-lər gedəcək. Deyəcək burada 9-da 7. Buradan 2-lər gedəcək, qalacaq 5-də 3. Amma bura bax, bölmə var axı 5-də 3-ün qabağında. Ona görə də 5-də 3 tərsə çevriləcək. Olacaq 3-də 5. Gördüyünüz kimi ixtisar getmədi deyə buracıq bir-birinə.
Sonra gəldi 42. 18 ilə 26-nın içində neçə dənə natural ədəd var? İndi bunu çoxları deyir ki, müəllimə yazaram 19, 20, 21, 22, 23, 24 və 25. Taparam ki, 26-nı da hətta yazacağım, çünki keçib. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deyəcəksən 8 dənə, bəli, doğrudur. O bir dənə də asan yolun belə deyəcək. Bax, bu 18-i keçib, çünki 18 tam onda 2. Onda 18 oldu oval mötərizə. 26-nı da keçib burada. Deməli 26 bunun içində qalıb. 26 olacaq düz mötərizə. Yəni ədəd oxu düşünün. Tutaq ki 18 burdadır. 26 da burdadır. 18 tam onda 2 deyəndə buranı nəzərdə tutub. 26 tam %31 deyəndə üzü keçib buranı tutub. Bax, bunların içərisində gördünüz 18 çöldə qaldı, amma 26 içəridə qaldı. Ona görə biri oval, biri düz olmuş oldu. Bunun da qaydası var idi. 26-dan 18-i çıxacağım. 8 cavabı hazırdır. Digərlərini də bu şəkildə yazacağız. Bu qaydanı naturalda biz keçmişdik. 43-dəki qaydanı. Bunu açanda olacaq bunun üçün. Bax, bir dəfəlik yazacağım, amma açılışını deyirdim. Bunu açanda deyirdi ki, 10A üstəgəl A. Onda nə qədər edir? 11. Onda deməli, mən bunun yerinə birincisini burada yazım. Mən bunun yerinə elə bir dəfəlik 11A yaza bilərəm. Bunu da açsam, 10B üstəgəl B 11B eləyəcək. Bir dəfəlik yazdım burada 11B. Yəni, gördün ki, eyni ədədlərdirsə, elə 11. Bax, məsələn, burada 3 dənə deyil, onda olacaq 111A. Niyə oldu belə? Bax, 110, bu da 1, 111 adı qalacaq yanında. Aşağıda bir də var 111B. Hər ikisində gördüyünüz kimi yuxarıda 11 var, mötərizə xaricinə çıxartdım. Burada qaldı A plus B. Hər ikisində məxrəcdə 111 var. 111-i də çıxartdım mötərizə xaricinə, qaldı burada A plus B. A plus B-lər eynidir, getdi. Bax, burada ixtisar apara bilməzdim, aralarında toplamalı. Vuruq halına gətirdim, apardım. Cavab elədi 111-də 11. Hazır. Toplama çıxma qaydasında belədir. Amma, məsələn, 2-də vurma qaydasıdır. Vurma qaydasında olacaq, yenə də, yuxarıda olacaq 11B, aşağıda olacaq 111B. Vurulsun, burada olacaq 11A, yenə aşağıda olacaq 111A. Burada baxıram, B ilə B gedəcək, A ilə A gedəcək, 11-i 11-ə vuracaq, 121, 111-i də 111-ə vuranda, görmələm, hesablayaq burada. 111-i 111-ə vuraq. 1-ə vurdum, eləyəcək 111-in özü, yenə 1-ə vuracam, eləyəcək 111-in özü, yenə 1-ə vuracam, eləyəcək 111-in özü. Topladı 1, 2, 3, 2, 1. Elədi 12321. Bu şəkildə yazacağız. Sonra gəldik. Bir də görürəm burada fərqli olan, məsələn, 7-dir. Bu 7-dən də göstərir. Bu olacaq 9-da. Niyə? Çünki bir dənə qaçan var, o da 9-da aşağıda qaldı. Üstə gəliniz. 2 dənə qaçan var axı. Bunu əslində, sən bizi çaşdırmaqdan ötürü eləyirlər. Məsələn, mən sənə desəm ki, 0-dan dövrdə 33 qaçır. Ya da sənə desəm, 0-dan dövrdə 3 qaçır. Bunlar ikisi də eyni şeylərdir. Niyə eyni şeylərdir? Bax, bu olacaq, 2 dənə qaçan var axı. Deyəcəksən ki, 99-da 33, düzdür. Bu da 9-da 3 olur. Bax, bunların hər ikisi, belə deyək də, 3-ə gedir. 11 dəfə, bağışlayın, 33-ə gedir daha doğrusu. 33-ə gedir bir dəfə, 33-ə gedir 3 dəfə. Burada da 3-ə gedir, 3-ə gedir 3 dəfə. Bax, gördünüz, eyni şeyə bərabər olmuş olur. Yəni, bizi çaşdırmaqdan ötürü belə yazıb bunu ki, yəni A, mən düşünün, bax, belə bir dənə bir şey verib mənə. 0,3, 3, 3, belə qaçır. Mən bunu götürüb deyirəm ki, 0,33. Bu da doğrudur, amma biraz uzun yoludur. Mən bunu elə bir dəfəlik belə yazardım da. Eyni ədəd qaçırsa, mən bunu bu cür yığışdıra bilərəm. Başqa fərqli ədəd olsaydı, eləyə bilməzdim. Ona görə mən də elə bunu
A qaçırsa elə A qaçmış kimidir də. Niyə A deyim ki buna? Ona görə bunun üçün də elə 9-da yazacağıq. Aşağıdakı A ilə də işim yoxdur. Səliqəsiz yazdım, düzəldim. Düzəldə bilmədim. Üstə gəlsin. Eynisi də belə. Bax, yenə bunda da belə. Çünki eyni ədəddir. 9-da deyəcəyim burada da A. Məxrəclə işim yoxdur. Biz demişdik ki, məxrəc yəni məxrəc tərs yazılır, surət olduğu kimi qalır. 9-da A ilə işim yoxdur. Bu A-da 1 deyək, olacaq 1-də A deyək, olacaq A-da 1. Üstə gəlsin, eynisini də burada deyəcəyim. 9-da A vurulsun A-da 1. Üstə gəlsin. Çünki bu məxrəcində 1 var. Yazılmayıb, tərsə çevirdim bunları. Üstə gəlsin yenə də 9-da A vurulsun A-da 1. A'lar getdilər. Burada 2 dəfə üstə gəlməyəcəm. Aha. A'lar getdilər. Nə qaldı? Hamısında 9-da 1 qaldı. Burada da 9-da 1 qaldı. Burada da 9-da 1 qaldı. Burada da 9-da 1 qaldı. Toplasam, məxrəcləri eynidir. 9-da 3 eləyəcək. İxtisar gedəcək 3-də 1. Yəni 7-cisinin cavabı elədir 3-də 1. Amma görürüz burada mötərizəyə almayıb bunu. Bu nə deməkdir? Bu 10-da 1 deməkdir. Məsələn, buna deyəcəm 10-da A. Çünki mötərizədə də çıxılsın 10-da B. Məxrəcləri eynidir, bu halda gətirəcəyiz. Məsələn, burada da B tam dövrdə B-dir. Onda bu belə gedəcək də. Görüm elə bunu göstərim, elə onu da göstərmiş olacağım. Yəni A tam 10-da A. Üstə gəlsin B tam 10-da B. İndi bunu qarşı qədətdir, axı düzgün olmayan kəsirə necə çevirə bilərəm? A-nı 10-a vurub, olacaq 10-a, üstə gəl A, eləyəcək 11-a. Yəni məxrəc dəyişməyəcək. 11A. Yaz qarşıda yazdım. Yer olmadığına görə. Burada da olacaq. B-ni 10-a vuracağım. 10B üstünə də bir dənə də B gəlsəm olacaq 11B. Sonra aşağısında da eyni 11B. Sonra orta məxrəcə. Sonra bunu da eynən bu dövrdə döyəcək. Bax. Bu olacaq A tam 9-da. Çünki dövrdə yaxında A-nı 9-a vuranda 9-a üstünə gəlsən burada olacaq 10-a. Burada da B tam 9-da B-dir. B-ni 9-a vurub üstünə bu B-ni gəlsən olacaq 15. Sonra da onları yığışdıracağız. Gəldik bu 44-də. 44-də demişdik vergülün arxasında bax 41, 41, 41 gedir. Mən bunları müqayisə eləyə bilmirəm. Biz demişdik ki, əgər görüşdə dövrdə deyil, bunun arxasında sonsuz sayda sıfırlarımız var. 2 dənə gətirdim. Bunun arxasında baxsam bu 1-1 qaçacaq 2 dənə əlavə elədim. Bu necə qaçacaq? 41-41 olaraq qaçacaq. İndi baxaq. Biz bunları eynidirlər deyə müqayisə eləməyək. Yuxarıdakına baxaq. 0, yəni 0, 0, 11, 41. Artan sıra ilə deyirik. Onda deməli ən balacası A olacaq. Çünki onda gördük 0, 0 oldu. Burada 11 oldu. Sonra olacaq B, sonra olacaq C. Məsələn, burada da baxaq. Qoy bunda da deyək. 543, 543. Sadəcə 43-dür bu. Qabağında 5 yox. Tamlarına niyə baxmıram? Çünki eyni şeydir. Nəyin müzakirə edeyim. Burada deyir azalan şəkildə düzün. Bax, birinci ədəd vericindən sonra birinci ədəd 5-dir. 5-dir, burada 4-dür. Deməli, ən azı budur. Deməli, ən böyüyü elə bu C-nin özü olacaq. Azalanla dediyinə görə ən böyüyündən başlamalıyım. İndi gəldik bunların ikisini müqayisə eləməyə. Bu 543. Bunun arxasında nə olacaq? 3-lər davam edəcək. Bəs bunun arxasında 0-lar. Deməli, ən böyüyü A-dır. Ona görə ən balacası, sonra B, sonra C olacaq. Burada da kəsirlərin müqayisə qaydasının istədiyinlə orta məxrəcə gətirib bilərsən. İstəsən orta surətə gətirə bilərsən. Yəni, burada özün hansı rahatdır, o şəkildə eləyəcəksən. Məsələn, mən baxıram bunlara. Mən düşünürəm ki, bunları, yəni 45-i. Orta surət mənim üçün ən qəşəngidir. Məsələn, 6, 4, 3-ün orta surət tapsam, eləyəcək 6, 4, 3, 12. Yəni, hamısının surətində 12 eləyəcək. A-nın da surətində 12 yazacağım. B-nin də surətində, yəni birincisini yazıram. O tərəfə keçmədim ki, qarşımıza. Aha, B-nin də surətində 12 yazıram. C-nin də surətində 12 yazacağım. İndi gəldik məxrəclərinə bənə yazacağım. 6-nı neçəyə vurmuşam? 12 eləyib 2-yə. Deməli, onu da 2-yə vuracağım. 20.
4-ü neçəyə vurmuşam 12 ilə 3-ə. Deməli 32-ni də 3-ə vuracam. Belə 96. 3-ü neçəyə vurmuşam? 12 eləyib 4-ə. Deməli bunu da vuracam. Bu da elədi 44. Üçünün də surətləri gördüyünüz kimi eynidir. Məxrəci böyük olan artan sırayla deyir. Məxrəci böyük olan kiçik olur. Ən böyük gördüyünüz kimi 96-dır. Deməli ən kiçiyimiz B-dir. Birincidən təbii ki söhbət gedir. Sonra 44 olduğuna görə C-dir. Sonra da A-dır. Digərlərdə istəsiz bax hansı qayda xoşsa gəlirsə 5 dənə qayda demişdik. Mən düşünürəm ki, bu qayda daha rahat olduğuna görə bilmiyoruz. 46-dan bayaqlar o tərəfdə yazmışdı, amma yenə də bir dənə göstərək burada. Birincisindən. Deməli, 3-ü 1-ə vurub çıxacağam. Eləyəcək 3-də 2. 3-ün üstünə 1 gəlib, 3-ü 1-ə vurub üstünə gələcəyəm. Eləyəcək 3-də 4. Vurulsun. Gəldi bu bir tərəf. 5-i 1-ə vurub çıxsam, eləyəcək 5-də 3. 5-i 1-ə vurub üstünə gəlsəm, eləyəcək 5-də 7. Surət olduğu kimi qalır. Məxrəci demişdik, 3-də 4 yox, tərsi yazırdı. Vurulsun. Yenə surət olduğu kimi qaldı. Bunda qabağında bölmə olduğuna görə olduğu kimi qaldı. Vurma olduğuna görə olduğu kimi qaldı. Bunu tərsə yazacağım. 5-də 7 deyək, eləyəcəm 7-də. İxtisarımı aparayda. Bu 3 ilə bu gedər. Bu 5 ilə bu gedər. Bu 2 ilə bu 4 gedər 2 dəfə, bir dəfə. 3-ləri niyə apardım? Bir-bir qalır, ona görə yazdım. Nə qaldı məxrəcdə? 14, surətdə də 3. Bu şəkildə yazılacaq. Sonra burada da surəti götürün ayrı hesablayın. Məxrəci ayrı hesablayaq. Sonra böləcəyəm bir-birinə, sonra vuracağım 5-də 1-ə. Bir dənə də 3-dən göstərək. Birinci surəti üçün yazırım. 3-dən 3-də 1. Surət. Üstə gəlsin. Bax, 10 ilə 5 ixtisar gedir, ona görə 2-də 1 yazacağım. Ki, daha rahat olsun əkub tapmağım. 2-də 1. Orta məxrəc 6-dır. 6 yazacağım. 6-nı 3-ə böləndə 2 üstündəkini 2-yə vururam. 6-nı 2-yə böləndə 3 üstündəkini 3-ə vururam. Elədi 5-dən 6-da 5. Bu mənim məxrəcim oldu. Gəldim, indi surətim oldu. İndi məxrəcdən danışacağım. 2 tam 10 da var. Gördünüz, yenə ixtisar gedir. 2 dəfə, bir dəfə. Onda olacaq. 2 tam 2-də 1 çıxılsın. 1 tam 3-də. 2 ilə 3-ün yenə də əkub 6-dır. 6-nı 2-yə böləndə 3 üstündəkini 3-ə vuracağım. 3 dəfə çıxılsın 1 tam. 6-nı 3-ə böləcəm, 2 üstündəkini 2-yə vuracağım, elədi 2. 2-dən 1 çıxanda 1, 6-da 1. Bu da məxrəcdir. Bu da surət. İndi bunları düzgün olmayan kəsirə çevirməliyəm. 5-i 6-ya vurub üstünə 5-i gəlsəm, eləyəcək 6-da 35. Bunun yerinə yazdım. İndi bunun yerinə baxın. Məxrəcdədir axı 1,6-da 1. O zaman mən bunu 1-i 6-ya vurub üstünə gəlsəm, eləyəcək 6-da 7. Məxrəcdə olduğuna görə tərsə yazacaq. 7-də 6 yazacaq. Bir dənə də gördüyünüz kimi əlavə burada 5-də 1 var. 6 ilə 6 gedəcək. Bir dəfə, bir dəfə. 35 ilə 7 gedəcək 5 dəfə, bu da bir dəfə. Sonra bu 5 ilə də bu 5 gedəcək, cavab qalacaq 1. Yəni, gördüyünüz kimi məxrəci ayrı hesabla, alqoritm üsulu ilə. Surəti ayrı hesablayın, sonra da bir-birlərinə böl. Sonra gəldik o zaman bizdə 47-yə. Burada yazıb ixtisar olunmayan, amma sizin qarşınıza ixtisar olunmayan deyil, qarşılıqlı sadə sözü də çıxa bilər. Yəni, bunların hər ikisi eyni şeylərdir. Qarşılıqlı sadə ədədlər deyəndə, yəni bir-birləri ilə ixtisar olunmayanlardan söhbət gedir. Bunun qaydası necədir? İndi sən deyərsən ki, müəllimə, mən yazaram, tutaq ki, surət özdə 35. Mən yazaram ki, məsələn, 35 ilə 1 getmir, 2 getmir, 3 getmir, sonra 4 getmir, 5 gedir, yazmaram, 6 getmir,
7 gedir yazmaram, 8 getmir, 9 getmir, 10 gedir yazmaram, çünki hər ikisi 5-ə bölünür axı. 11 getmir, 12 getmir. Hə, bu şəkildə yazıram, amma bir dənə də unudaram səhv olar. Qəşəng də asan yolu var. 35 sadə vurubları ayırıram. 7 dəfə, 7 də 7-yə bir dəfə. Sonra ayırandan sonra bax tapdığım təkrar olsa götürməyəcəm ha bu. Tapdığım ədədlər. 35-in özünü yazacağam buna. Tapdığım ədədləri, sadə bölənləri 1 çıxılsın 5-dir axı yazacağam yerinə 5 dəfə. Burada həmişə 1-dən çıxacağam. Bax 7-dir axı 1-dən çıxacağam, ədədi tərsə çevirirəm 7-də 1. Adi bildiyimiz qayda kimi yenə də bunu hesablayacağam. 35 vurulsun 5-i 1-ə vurub çıxsam 5-də 4. 1-i 7-yə vurub çıxsam, eləyəcək 7-də 6. 35 ilə 5 gedir. 7 dəfə 7 ilə 7 gedir. Bir dəfə 4-ü 6-ya vurdum. 24. Deməli, 27 dənə qarşılıqlı sadə ədədlər var. 24 dənə qarşılıqlı sadə ədədlər var. Yəni, ixtisar olunmayan ədəd var. Bax, burada da fikir verirsiniz, olunmayan. Gördüyünüz kimi, olunmayan. Bunun olunanı da var, ona görə. Gəldik hovuz məsələsinə. Hovuz məsələsi də önəmli məsələlərimizdən biridir. Məsələn, deyir, kran hovuzu 8 dəqiqəyə doldurur. Bax, 8 dəqiqə, birinci kran 8 dəqiqəyə doldurursa, mən bu dəqiqəni tərsə çevirirəm. İkinci boru 12 dəqiqəyə doldurur. Belə, 2 dənə bu suyu mən əgər bir qaba 2 dəfə gəlib su tökürəmsə, yəni doldururamsa, bu üst-üstə gəlinir də, artır. Ona görə mən burada üstə gəlmə qoyacağam. 12-də 1, bax, 12-ni də tərs çevirdim. 8 ilə 12 üçün çox tapacağam. Təbii ki, 24-dür. 24, 8-i nəyə vuran da 24 eləyir? 3-ə, üstündəkini 3-ə vuracaq. Eləyəcək 3. Üstə gəlsin. 12-ni nəyə vuran da 24 eləyir? Ya da 24-ə 12 vuran neçə eləyir? 2. Biri də 2-ə vuracaq. Tapdığım bu 24-də 5. Əgər bu mənə desəydi ki, burada başqa bir şey istəyirəm. Hansı hissə dolub deyirdisə, hansı hissə dolub? Dola. Desəydi, o zaman mənim cavabım buydu. Hansı hissə dolar? Bəs dolmaz soruşsaydı, hansı hissə dolmur? Dolmayan hissə soruşsaydı, onda mən 1-dən çıxacaqdım 24-də 5-i. Yəni 24-ü 1-ə vurub 5-i çıxsaydım, deyəcəkdim ki, 24-də 19-u dolmayıb. Amma gördüyünüz kimi bu məndən nəyi soruşur? Saat, yəni dəqiqə deyə bilirsin. Burada neçə dəqiqəyə deyək biz. Hə, neçə dəqiqəyə dolar deyir mənə. O zaman bax gördüyünüz kimi mənə bayaqları dəqiqə vermişdi. Mən neynədim? Tərsə çevirdim. Onda mən sonda aldığım cavabı da tərsə çevirməliyəm də. 24-də 5-dir axı. Yazmalıyam 5-də 24. Bunu da qarşı ədədə çevirsəm 4 dəfə 5-də 4 şəklində yazacağam. Yəni 4-dən 5-də 4. Sonra gəldik. Hovuz bir boru 7 saata dolur. Bax, burada boşalır. Mən bir dənə qaba su doldurmuşam. Sonra boşaldıramsa azalma baş verir axı. Deməli, onda biri dolur, biri boşalır. Onda çıxma olmalıdır bunların arasında. Yəni, 7 saata dolursa yenə də tərsəsindən söhbət gedəcək təbii ki. 7 saata dolar dediyinə görə onda nə olacaq burada? 7-də 1. Tərsə çevirdik. 12 saata boşal. Əvvəl gərək dolsun, sonra boşalsın axı. Ona görə birinci həmişə dolur qabaqda, arxasında da çıxılsın, boşalır. Yəni çıxılma niyə oldu? Çünki boşalırsa deməli su azalır. Yenə biz 7 ilə 12 üçün çox tapacağıq. 84, çünki qarşılıqlıdır. Bunu 12-yə vurmuşam deyə burada 12 yazacağım. 12-ni 84-ə 7-yə vurmuşam deyə bunu da 7-yə vuracağım. Cavab eləyəcək 84-də 5, amma yenə saat dediyinə görə bir saatı tərsə çeviririk axı. Ona görə mən də bu 84-ü 5 bu şəkildə yazacağam. İndi bunun içində neçə dəfədir? 16 dəfə. Qaldı burada da 5-də 4 şəklində yazmış olacaq. Məsələn, burada görək bəzilərində 3 dənə olmalıdır. Görüm hansında bax. 4-cüdə. Baxın. Dolur. 3-cü isə boşalır. Onda nə olacaq burada? Olacaq 4-də 1 dolurdusa üstə gəlsin. 5-də 1 dolur. Üstə gəlsin, çıxılsın, altda 1.
Çünki 6'da 1 boşalır. 4, 5, 6 üçün əkop tapacağıq. 60 eləyəcək. 60'ı 4'e böləndə 15 eləyir, 15'ə vuracağım. 60'ı 5'ə böləndə 12 eləyir, 1'i 12'yə vuracağım. Təbii ki, toplamadır deyə toplama. 60'ı 6'ya böləndə 10 eləyir, oradan da çıxacağım 10. Topladım bunları. Məxrəc təbii ki, yenə dəyişmədi. 15 üstə 12, 27. 27'den 10 çıxanda 17. Yəni cavab bu deyil ha, yəni çaşdırmayasınız özünüzü heç vaxt. 60'da 17'de tərsə çevirmək. Çünki saatları gördüyünüz kimi tərsə çevirmişdim. 60'ın içində 17 neçə dəfədir? 3 dəfə. 51 eləyir. Qalıb da 9 qalır. Birisini hesablamada xırda səhv eləyib. Nəzərəm alır. Gəldik 49'a. Vermiş adadın tam və kəsir hissəsidir. Bax, tam hissəsi müsbət ədəddə heç bir problem yoxdur. Deməli, bunun tam hissəsi 3'ün özüdür. Kəsr hissəsi də gördüyünüz kimi tam hissənin yerinə kəsr hissəsi belədir. Verilən ədəddən ya da belə deyim də sizə bunu əsas yolla izah verim sizə bir dəfədən. Bax, birinci tapmaq üçün bunun tam hissəsini 3,5 hansı ədədlərin arasında yerləşir? Ona baxmalıyıq. 3,5. Nə ilə nəyin arasında yerləşir? 3 ilə 4'ün arasında həmişə kiçik götürülür. Həmişə. Deməli, götürdüyüm bu kiçik hissə də tam hissə adlanır. Yəni elə burada da gördüyünüz kimi müsbət ədəddə heç bir problem yoxdur, görünür, götürür. Bəs kəsr hissə necə adlanır? Verilən ədəddən, yəni mən 3,5 verib axı, çıxacağam tam hissəni. Elədir 0,5. Yəni bu sizi heç belə yormadan da tapa bilərsiniz. Burada 0 düşür. Yəni tam hissəsi 3'dür. Yerdə qalan 0,5 hissəsi də kəsr hissəsi. Məsələn, bunu bir dəfə elədik. Bunun tam hissəsi 7'dir. Kəsr hissəsi, yəni 2'dən söhbət gedir. Kəsr hissəsi 0,5'dir. Belə götürək. Burada da belə. Məsələn, bunun tam hissəsi 6'dır. Kəsr hissəsi 0,24. Toplamalar müsbət dediyi heç bir narahatçılıq yoxdur. Məsələn, bunun tam hissəsi 26, kəsr hissəsi 0 tam. 1000'də 112'dir. Amma mənfilərdə bu mənfi 12'dir. Gördüyünüz kimi tam hissəsi budur. Amma kəsr hissəsi yoxdur deyə 0 yazılır. Burada da həmçinin, amma bir dənə burada bir şey var ki, yenə də bunu mən desəm ki, bu nə ilə nəyin arasında yerləşir? Deyəcək, mənfi 13 bu yanda yerləşir. Mənfi 12. Çünki mənfilərdə böyüklər bu tərəfdə yerləşir. Yəni belə deyək, modulu böyük olan tərsi olur. Toplamanın əksində olar, müsbətin əksi olaraq. Mənfi. Onda burada dedik, həmişə kiçik götürülür. Onda bunun kəsr hissəsi olacaq, tam hissəsi olacaq mənfi 13. Kəsr hissəsini tapmaq üçün verilən ədəddən, verilən ədəd nədir? Mənfi 12 tam, %46. 1000'də 246. Çıxacağam tam hissəni. Yəni bu da olacaq. 2'dən mənfi yan-yana gəldi. Oldu müsbət 13 atdım qabağa. Çıxacağım burada da 12 tam 1000'də 246'nı. Bunun da arxasında 2'dən 0, 3 dənə hətta 0 atmalıyam ki, çıxım. 13'dən borc verəcəyim buradadır. 10'dan 6 çıxanda 4, 9'dan 4 çıxanda 5, 9'dan 2 çıxanda 7. Yenə də 13'dən vermişdim, burada 0. Həmişə kəsirlər 0 tamlar olmalıdır. 0 tam 1000'də 754. Amma bunun bir dənə burada da mənfi var. Bir dənə bunun hiylə yolu da var. Necə tez tapa bilərəm. Bax, mənfilərdə həmişə mənfi 12-dirsə 13 götürüləcək. Bir dənə böyəldilmiş forması götürüləcək. Bəs tam hissəsi bildik ki, budur. Bəs kəsr hissəsini tapacağım. Bax, çatdırılma deyək də buna. Bunu oxuyanda 12 tam 1000'də 246 deyəcəm. 1000'dən 246'nı çıxacaqsan, bu şəkildə yazacaqsan. 1000'dən 246, 0'dan 1000'də 756. Burada da bax, mənfi 61'dir. Deməli, bunun kəsr hissəsi olacaq, daha doğrusu tam hissəsi olacaq, mənfi 7. Hazırdır. Bəs indi kəsr hissəsini necə taparam? Kəsr hissəsini 10'da 7 deyirəm axı. 10'da 10'a çatmaq üçün 3 dənəsi çatmır. Ona görə 0,3 kimi görəcək. Bu şəkildə yazılacaq. Digərlərində gələn dərs izah verərik.